Herkese salam, kanalıma xoş gəlmisiniz. Müğənni Arzu xanım və Afət Fərman qızı arasında mahnı qalmaqalı yaşanıb. Bir neçə gün öncə Arzu xanım sosial media hesabında mahnısının icazəsiz oxuyanlar tərəfindən qanun şəkildə sildirəcəyini demişdi. Afət Fərman qızı isə həmin açıqlamaya bugün qarşı tərəf, yəni Arzu xanımın mahnısını sildirərək öz açıqlamasını verib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Afət Fərman qızı isə açıqlamasında bunları qeyd edib. Arzu xanım, mənim heç kimlə işim yoxdur. Mənim YouTube-da mahnımı qanunsuz blok etdiniz. Mən yenidən yüklədim. Sizin müəllif hüququnuz olmaya qanunsuz etdiniz. Mən isə qanunla sizin papırınızı vurdum. Müəllif hüququ ilə. O Rəhmandır, nicatdır, zatdır. Mənim üçün vız gəlir. Onlara da ağıllı olsunlar. Yoxsa kanalınızı vuraram. Gücünüz çatmayan şeyin altından girməyin deyə Afət Fərman qızı açıqlamasında qeyd edib. Həmin görüntüləri sizlərə təqdim edirəm. İki gündür mənə bir video gəlir, göndərirlər. İki müğənnidir, mənim mahnım üzərindən reklam qazanmaq istəyirlər, bir-birindən qalmaqal eləyirlər. Bilməyənlər üçün deyirəm, bilənlər zaten bilirlər və mənim ifamda çox sevilib, səni verənə min şükür. İzləyicilərim, bu mahnı mənim mahnımdır, müəllif hüquqlarını almışam və heç bir müğənni mənim iznim olmadan onu paylaşa bilməz YouTube kanalında. Əgər paylaşarsa, mən demişəm, zaten silinəcək. Heç bir mahnını biz öz dədəmizin evindən gətirmirik. O mahnı üçün xərc ödənişlər olur. 1500 manat elə mən onun bəstəkarına ödəniş eləmişəm. Hələ müəllif hüquqlarını almağa əlavə ödəniş eləmişəm. Klipdir, aranjmandır və s. İki müğənni qalmaqal eləyir. O deyir ki, mahnı mənimdir, bu deyir mahnım mənimdir. Mahnının ifaçısı mənəm, mahnının sahibi mənəm. Siz niyə qalmaqal eləyirsiniz? Əgər bir mahnı üzərində qalmaqal eləməyə ehtiyac yoxdur. Baxın, mahnını oxumaq istəyirsinizsə, mahnının sahibi mənəm. Niyə görə Manafa zəng eləyirsiniz ki, Arzu xanıma yığın, görün mahnını verərmi, yoxsa yox? Və yaxud bəstəkara yığın, görün verər, yoxsa yox? Mən əlaqə saxlayın. Əgər hansınız əl açıqsınızsa ki, o pulu vermək, dəyərini ödəyin. Hətta hansınız biraz daha jest eləyərsinizsə əlavə, mahnını ürəyim istəsə əgər verərəm, oxuyarsınız. Yəni qalmaqala ehtiyac yoxdur.